Ölkənin Daxili İşlər Nazirliyi miting iştirakçılarının yığıncaqlar və nümayişlər haqqında qanunla müəyyən edilmiş normaları dəfələrlə pozduqlarını bəyan edib. Hətta miting iştirakçılarının zorakılıq və qanunsuz hərəkətlərinin müxtəlif televiziya kanallarında açıq şəkildə göstərildiyi vurğulanıb. Hazırda Tbilisidə vəziyyəti birbaşa bağlantıdan öyrənməyə çalışacağıq. Həmkarım Elvin Tağıyev bağlantıdadır. Salam Elvin, baş verənlər 2014-cü ilin Ukrayna ssenarisinin təkrarı kimi qiymətləndirilir. Hətta Gürcüstana, Balkan ölkələrindən, Şərqi Avropa və əsasən də Baltik ölkələrindən çoxlu sayda təxribatçılar gətirildiyi deyilir ki, onların arasında silahlı təxribatçıların da olması istisna deyil. Gürcüstanda vəziyyət necədir? Baş verənlər ölkədə necə qiymətləndirilir? Buyur, ətraflı səndən eşidək. Salam, hər vaxtınız xeyir olsun. Biz sizə hazırda Gürcüstanın paytaxtı Tbilisi şəhərindən qoşuluruq. ARB24 xəbər izləyicilərini salamlayırıq buradan ilk öncə. Bildiyiniz kimi artıq Gürcüstanda böyük bir ixtişaşlara səbəb olan mitinglər artıq start vermişdir. Son 2 gün ərzində bu mitinglər böyük bir miqyas almışdır. Kütləvi şəkildə etirazçılar küçələrə yürüyüş edirlər. Gürcüstan parlamentinin önündə artıq 2 gündür ciddi aksiyalar davam edir. Bunu bildiyiniz kimi dünən axşam, ötən gecə də aksiyalara kütləvi insanlar axın etmişdir. Onlar hər zaman olduğu kimi Gürcüstan hökumətinin bu demək hökumətinin bu qanunsuz seçkilər hesab edirlər. Onlar legitim hesab etmədiklərinə görə və davamı olaraq Gürcüstan baş nazirinin 2028-ci ilə qədər artıq biz Avropaya üzvlüklə bağlı danışıqlara getməyəcəyimiz bəyanatını verdikdən sonra artıq dünən gecə də aksiyaçılar böyük bir kütlə olaraq yəni küçələrə axdı və buna qarşılıq olaraq Daxili İşlər Nazirliyinin əməkdaşları, xüsusi təyinatlı qüvvələr cəlb olunmuşdular. Onlar xüsusi su şırnaqlarından istifadə edərək aksiya iştirakçılarını dağıtmağa və qanun çərçivəsində aksiyanı həyata keçirməyi tələbini təkrar bəyan edirlərdi. Bununla bağlı qeyd etmək olar ki, belə bir versiyalarda yayılır ki, 2014-cü ilin Ukrayna ssenarisi Gürcüstanda təkrarlanırmı deyə belə bir ssenarilərdə hansı ki, medialar tərəfindən müzakirə olunur. Oxşar hadisələr hansı ki, ötən gecə Gürcüstan paytaxtı Rustaveli prospektində küçədə polis və ictimaiyyət insanları və vətəndaşlar arasında müəyyən qarşıdurmalar baş verirdi. Bir çox insanları polislər saxlayırdı. Onlar aksiyanı dinc şəkildə həyata keçirilmədiklərini qeyd edirlərdi. Daxili İşlər Nazirliyi bu aksiyalarla bağlı bəyanat da açıqlamışdır ki, çağırış etmişdir ki, vətəndaşlara xahiş olunurdu ki, dinc şəkildə aksiyaları keçirməklər xahiş olunurdu. Əks halda hər hansı bir təxribat olduğu halda konstitusiya normalarından kənara çıxan hər bir vətəndaşı qanun çərçivəsində cəzalandıracaqlarını bəyan edirlərdi. Dünənki aksiya ilə bağlı qısa olaraq sizə hazırda çatdırmaq istəyəcəklərimiz bunlardan ibarət idi. Buyurun, söz sizdədir. Minnətdarıq Elvin bəy, ətraflı məlumatlarınız üçün. Qeyd edək ki, bizimlə birbaşa bağlantıda Gürcüstanda olan həmkarım Elvin Tağıyev idi. Çin və Rusiya döyüş təyyarələrinin Yapon dənizi üzərində strateji hava patrul uçuşları həyata keçirdiyi bildirilib.